Həmişə xoşdur ki, milli komandanın düşərgəsində olmaq. Ona görə də mən elə bir futbolçuyam, həmişə milli komandanı sevən bir insanam və həmişə də baxmayaraq klubdan da üstün tutmuşam. Ona görə də burada bugünkü gündə mənim olmağım çox şadam ki, buradayam. Bizim kollektivimiz tam komanda kimi deyil, ailə kimiyik. Ona görə də necə deyirlər, belə bir problem yoxdur. Əlbəttə ki, mən Qarabağın oyunçusu deyiləm, amma ona baxmayaraq, Qarabağdan 9 nəfər baxır, ona baxmayaraq heç bilinmir ki, burada kimsə ayrıdır, kimsə Neftçidəndir, Lənkərandandır ya da Qarabağdandır. Ona görə biz bir də deyirəm ki, biz ailəyik. Milli komandaya gələndə yoxdur, sən Lənkəran, Qarabağ ya da kimsə. Burada öz kollektivimiz var və o kollektiv bir il ərzində, keçən ildən bu il günə qədər tam necə deyərlər ki, irəliləyiş görünür. Mən deyərdim ki, bu birinci növbədə baş məşqçinin istiqamətində olan işdir və onun sahəsində də başqa məşqçilər, başqa federasiya rəhbərliyi hər şey şərait yaratdılar ki, biz də onu həyata keçirtdik. Bu gün sən Azərbaycan futbolunu Avropada təmsil edə yeganə şəxsən. Yəni burada milli komanda öyrəndiklərinin orada sənə xeyri deyilmi? Milli komandada öyrəndik, bütün futbolçular hər qədə öyrənirlər nəyəsə. Biz də öyrənirik, amma öyrənmək qaldı cavan vaxtlarımızda. İndi ancaq milliyə gəlirsən, ancaq təcrübə toplamaq və komandanın strukturuna uyğunlaşmaq. Tibbi əməliyyatdan sonra vəziyyətin haqqında məlumat verməyinizi xahiş edirəm. Allahın köməyi ilə hər şey yaxşıdır. Sağ olsunlar, dəstək çox böyükdür. Əlbəttə ki, biraz üzücüdür ki, gələn kimi zədə aldım. Əməliyyatım yaxşı keçib. Artıq 1-2 günə məşqlərə çıxacağam və inşallah yaxın zamanda birinci oyunuma da çıxacağam. Baş məşqçidən tutmuş hər bir insan mənə dəstək veriblər və hər dəfə deyiblər ki, tələsmə. Çünki bu futboldur, futbolda elə amillər olur. Mənim kontraktım 3 il yarım, plus 1 bağlanıb və inşallah istəyirəm ki, layiqincə o necə lazımdır, kontraktı başa. Bugün bizim futbolçular arasında varmı ki, yenədən Avropa klublarında gedib oynamağa? Var və mənə elə gəlir ki, 1 dənə, 2 dənə oyuncu deyil, çoxları var və inşallah gələcəkdə hər bir futbolçuya mən arzu eləyərdim ki, legioner həyatını yaşasınlar. Bizim Azərbaycan klublarından da maraqları var və mənə elə gəlir ki, yaxın gələcəkdə milli komandanın oyunu və klubun oyunlarını izləyəndən sonra bu ildə daha da çox olacaq.